Bir bizi, iki siz. Tamam. Ya Allah. Deməli, otelə gəlmişik hazırda. Burada 2 dənə kravat belədir. Və bir dənə də böyük kravat belədir. İndi burada bu otaq daha qəşəng olduğu üçün pişkatma mərasimidir. Çarxı çeviririk ki, görək kim düşəcək. Bir bizi, iki siz. Tamam. Ya Allah. Yine biz seçildik. Hə, bizdədir. Ha, sevinin görün. Otelimizin görüntüsü bu şəkildədir. Ümumi olarak pis değil. Patron için yanında yerleşir. Yani biz bu oteli çok ucuza aldık. 2 ay önceden aldığımız için, daha 3 ay önceden aldığımız için çok ucuza almışız. Gelmişiz 7-Eleven'den. Burada geçenki tostlar, sandviçler falan burada yerleşiyor. Sandviçleri. Çok tatlıdır yeməkləri demək olar ki, burada hər bir şeyin dadına baxsaz. Biraz acılı sevmirsinizsə, diqqət eləyin ki, acılı olmasın, spicy yazılmasın üstündə. Mən bundan sifariş aldım. Chicken'dan olan, onun dadına baxacağım. Və hazırda burada yoxdur, bitdi. Bir dənə də cheese sandviç götürmüşəm. Və burada gəlirsiniz kassada ödəniş elədikdən sonra isitməyə verirsiniz. İsidirlər. This is cappuccino and latte. Cappuccino latte. Latte. Okay, thank you. Gününüzün həqiqətən də gözəl keçməyini istəyirsinizsə, bura mütləq baş çəkin. Bura Buketdə ən gözəl spa mərkəzlərindən biridir və deyərdim bir dənəsidir. Bu isə süd vannasıdır. Giriş 990 bahtdır. Bizim pulla hardasa 50 manata yaxın. Və bütün vannalar var demək olar ki. Süd vannası, gül vannası, cürbəcür otlardan olan vannalar, buz vannası, kofe, yaşıl çay vannası. Gördüğünüz bütün vannalardan, havuzdan istifadə 50 manatın içine daxildir.
Sadəcə masaj və yemək üçün əlavə pul ödəyirsiniz. Bir də orada şəkil çəkdirmək üçün yerlər var. Həmin xidmətlərdən istifadə eləmək, məsələn, bu gül vannası üçün istifadə eləmək üçün 300 baht ödəyirsiniz. 2 dənə gül vannası var, rəngli. Bunlardan istifadə pulludur. Digərləri isə hamısı ödənişə daxildir. Həqiqətən də Phuketdə unudulmaz gün keçirmək istəyirsinizsə, bura sizə tövsiyə eləyirəm. Mütləq gedin, baş çəkin. Çox razı qalacaqsınız. Bu görmüş olduğunuz yerdə şəkil çəkdirmək isə özünüz çəkirsinizsə pulsuzdur. Drone xidmətindən istifadə isə pulludur. Eyni zamanda geyim kirayəsi də pulludur. Soruşarsınız ki, Madabo restoranı ilə buranın fərqi nədədir? Uzun uzadı sıra gözləmirsiniz, növbə yoxdur və çəkiliş qiymətləri Madabo'dan. Dünən biz Spada idik və Spada ən böyük problem maşınla bağlı idi. Taksi sifarişlə bağlı. Yəni oradan gedib dönüşdə çalışın ki, taksini öncədən sifariş vermiş olun. Çünki onu geri dönüşdə taksilər yox dərəcəsindədir. Yəni yox idi. Bura isə Phuketin məşhur küçəsi olan Banglaraldır. Və bu da Phuketin ən böyük klublarından biri olan Illusion. Bu küçə Pattaya'dan biraz daha fərqlidir. Pattaya'dakı küçə, yəni mən ora risk eləməzdim getməyə. Ora isə qızlarla bərabər getdik deyə risk elədim. Bugün Phuket'te 3. günümüzdür. Ada turu götürmüşük Phi adalarına. Qeyd edeyim ki, burada ada turu 2 cürdür. Fərqlidir, yəni bir neçə cürdür, amma onlardan əsas
ikisi var ki, hansı ki biri James Bond adalarındadır, digər biri isə Fifi adalarındadır. Hər ikisi də gözəl turdur, hər ikisi də maraqlı turdur. Amma bizim vaxtımız az olduğu üçün sadəcə birini götürmüşük. Görək, əgər vaxt qalsa ikincisini də, çünki bir gün gedir bir tura, ikincisini də sabaha və ya biri günü götürəcəyik. Qeyd edeyim ki, bu tur bizə 1400 bahta başa gəldi. Bu tur buralarda 2000-3000 baht arası satılır. Biz isə ən endirimli qiymətlə əldə eləmişik. İstəsiniz birbaşa da gedə bilərsiniz. Hansı ki vaxt aparan və yoracaq sizi. Ən yaxşısı, ən gözəli tur almaqdır ki, gəlsinlər sizi oteldən götürsünlər və oteldə düşürsünlər. Özünüz individual şəkildə istəsəz turu planlaşdırmaq, yəni özünüz gedib, özünüz gəmiləri alıb, biletləri alıb, yəni bir-bir hər birinə getmək, buradan transferi özü təşkil etmək istəsəz, demək olar ki, hardasa elə 1400-1800 bahta başa gələcək. Ona görə də bizim üçün ən sərfəlisi oldu. Düşünürəm ki, getməmişdən əvvəl araşdırsaz daha yaxşı olar. Adaya gələrkən sizə iki tür private və ümumi istifadədə olan belə botlar təklif edilir ki, hansı ilə gedə bilərsiniz. Private'ın qiyməti 2500'dür, maksimum 5 nəfər gedə bilir. Digər bota isə 12-15 nəfər arasında 12-15 nəfərlik botdur, yəni ona mindirirlər sizi. 4 nəfər olduğumuz için private götürdük. Çünkü bu sərf eləyir çox adam olanda. Fotosesiyamız bitti. Hardasa yarım saate yakın vaxt verirlər burada. Fotosesiya edəndən sonra burada sahildə də yerlər var. Orada sahil deməyək, sadəcə olaraq lotkanın kənarı çəkib saxlaya bildiyi bir yerdir. Orada suya da düşə bilərsiniz. Fotosesiyamız bitti. Burada yarım saat vaxt verilir. Yarım saatdən sonra geri herkes öz qayğına qayıdır. İstəsəz fotosesiya eləmirsinizsə, orada saxlayıb çimmək üçün yerlər də var. Suya atdan ata bilərsiniz. Desən burada da çox. Gəldik, çıxdıq Mayabay adasına. Burada çimməyə icazə verilmir. Çünki
dəniz çəkilir, turistlər çox olduğundan və eyni zamanda korallara ziyan gətirməmək üçün icazə vermirlər çimməyə. Bura gəlib düşdükdən sonra hardasa yarım saat 45 dəqiqə vaxtımız var. Həm gəzib, həm də şəkil çəkdirməyə. Turistlər həddindən artıq çoxdur. Əslində səhər deyirlər ki, turist daha çox olur, qrupla gəlirlər. Bir qrup gedir artıq, böyük bir hissəsi gedir. Məncə rahatlıqla şəkil çəkdirə biləcək. Sizə bir şeyi nəzərinizə çatdırım və hər dəfə də deyirəm. Biz gələndə haqq götürmüşdük və dollar deməklər ki, dollar ki, çox az idi. Qızlardan biri daha çox dollar götürmüşdük. Burada çox şey öz pulları iləndir, yəni not pulla. Kartla vuranda hər yerdə 5% baxıq harda necə məbləğində pul tutulur sizdən və bu da heç şərt eləmir gələn turistə. Ona görə çalışın, çox bankomatla çıxardımı yenidir. Ona görə çalışın, gələrkən üstünüzdə mafiyonu müsləzəksin. Qumu falan çox möhtəşəmdir. Həqiqətən də çox turist var və görək tək yer tapıb şəkil çəkdirə biləcəyik. Baxın. Instagramdakı həmin o tək şəkildəki göstərilən yer əslində belədir. Və biz orada boşluq görürəm, orada gəlib şəkil çəkdirə bilərik. Bu həmin o məşhur kinonun çəkildiyi yerdir. Leonardo DiCaprio'nun oynadığı kino. Ama adını bilmirəm, çünki kino adları yadımda qalmır. Suyun içində balaca bir akula var. Akula balası və çoxdur, bayaqdan üzürlər burada. Bak. Tam da buradadır. ये गई
meymun adasına gelmişik. Burada sahilde bir neçə dənə meymun görebilirik. Son olarak gelip çattık sonuncu adaya. Bura yerliler buranı yumurta adası adlandırır. Baxın yumrudur. Adanın şəkli yumru olduğu için yumurta adası adlandırırlar buranı. Thank you. Burada son olarak 45 dakika vaxt verilir. Çinmək, gezmək, yemək, içmək, kim nə istəyirsə edə bilər. Just give it. Dünyanın her yeri güzeldir. Sadece olarak turistler imkan vermir o güzellikleri olduğu kimi görəsən. Ben özüm de turistten bir söz demirəm ki, yani pis şeydir. Ama olanı budur. İnsanlar yani çok olduğu yerde o güzellikleri tam anlamıyla yaşamak olmur. Ama kumu çok güzeldi. Çikinleri buradan tuturlar, orada barbekü eləyirlər. Herkes adanın karşısında uzanıb, ama adanın arkasındaki güzelliği görmürlər. Çok balaca bir adadır. Adanın bu tarafından o tarafından gelip çıkmak çok asandır. Kita udah foto-foto di atas. Aqui.
Three Monkeys kafeye. Burada zipline falan da var. Her bir şey var. Eğlence için. Çok büyük bir yerdir. Restoranın sistemi biraz fərqli işləyir. Burada gəlirsiniz, skan eləyib, qeydiyyatdan keçirsiniz və onlar sizə belə bir rezervasiya nömrəsi verirlər. Ondan sonra həmin rezervasiya nömrəsi ilə yaxınlaşırsınız resepsiona və sizin bookinginiz, yəni rezervasiyanız təsdiqlənir. Harika. Və bizə 3-cü mərtəbədə yer verdilər. Avtomatik olaraq yerləri özləri verirlər. Siz seçmirsiniz. Və mənzərə möhtəşəm. Böyle bir güzellikler var. Bir tane de orada var büyüğü. Sorry, short throw is here or this? Short throw here. Harika. Burada belə bir maşın sürmək üçün yer də var. Balaca maşınlardır bu formada, rəngli. Və gəlib buradan gelirlər. Baxın, maşınları qaldırır yuxarı. Qiymətləri də yəni hardasa başlayır 790 batdan. Bu da bizim bundan eləyir 40-50 manat. Hardasa 40-50 manata başlayır. Çox gözəl dadlı yeməkləri var. Qiymətləri də çox baha deyil. Münasib qiymətdir. Yəni bu cür mənzərəli bir gözəl yerdə bu qiymətlər heç nədir. Və qiymətlər də bizim qiymətlə bu sushiyə məsələn 16 manat verdik. Və yeməklər demək olar ki 15, 16, 17, 20 manat arasıdır. Yəni ondan bahası yoxdur. Həm də möhtəşəmdir.
Böyle garip loğulu yapmışlar. Ona hayran oldum. Və eyni zamanda sizin üçün qiymətlərini də çəkirəm. Buradan baxa bilərsiniz. Bunlar hamısı baht ilə göstərilir. Bura isə Getin Old Town deyilən köhnə şəhər. Biz bura akşam da geldik. Çok güzel olduğu için akşam yemeğini de burada yemeye kararlaştırdık. Akşam ise daha farklı bir güzellik olur burada. Şimdi bunu makyaj edeceğim. Hazırda Phuket aeroportundayıq. Bura gələrkən çalışın nə qədər bilirsinizsə tez gəlin. Çünki sıra çox böyükdür, aeroport isə çox kiçikdir. Ona görə burada elə 2 saatımız gedəcək poluna.